İstəyirdim İmam Hüseyni ziyarətə getmək. Heç vaxt getməmişdim. 2017-ci ildə belə içimdə o qədər arzulayıram. Elə istəyirəm getmək. İndi hansısa işləmə bağlı, nəsə bağlı alınmır. Həyətdə iş görürdüm. Yay aylardı. Belə istədim elə çay qoyum içim bir. Dincəlmək üçün susuzluğundan da yanıram. Getdim məhəllə marketinə və balaca. Oradan su aldım ki, küçədə xoşlamıram su içməyi isti havalarda xüsusən. Dedim həyətdə içim. Belə evə çatmağıma az qalıb. Gördüm məhəllə uşaqlarından biri qaçır, belə maykada satdı balaca uşaq. Qaç tutdu oynayırlar, nəsə oynayırlar, su içindədir, belə qaçır. Qaça-qaça da belə əlimdəki butulkaya baxa-baxa qaçdı. Yay ayı, sərin su əlimdə. Baxa belə qaçdı, çağırdım ki, gəl bura. Suzumu sab idi. Rövşən əmi. Dedim, Allah, verdim və beşli xırda əməldir də, 40 qəpiklik sudur. Verdim uşağa. Həyətə girdim, üstündən bir 6-7 dəqiqə keçib, 10 dəqiqə keçməyib. Görüm, telefonuma zəng gəlir ki, Rövşən, tez xarici pasportu göndər mənə. Dedim, nə məsələdir? Tez, mütləqdir. Bir adam var, deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni, bu adamların, bu əhl-i beytin səninlə olan təmasıdır. Necə görürsən bu? Bax, mən nə iş gördüm ki? Neynədim ki? Bir də sadəcə istəyim vardı getmək. İstəyirdim. Bir də xırda bir dənə, məhəllədə bir dənə belə balaca bir şey elədim də. Və girdim həyətə 10 dəqiqə keçməmiş bu xəbər gəldi mənə. Da başlamadım, Allah'a hardasa axtarım. Yanımızdadır hər an, hər saat.